İctimai Radioda İdarə etmənin əsasları başlayır. Bir daha hamıya salam. Artıq bir neçə gündür ki, futbol həvəskarları əsl həyəcan yaşayır. Bugün axşam saat 8-də isə o həyəcan yəqin ki 2 qat artacaq. Hətta mənim kimi futbola uzaq adamlar belə bugün futbola baxıb Türkiyə azərkeşi olacağıq. Axşamki oyunda Türk millisinə uğurlar arzu edirəm, verilişimizi isə açıq elan edirəm. Bugün biz də əslində çox da uzaq bir mövzuda danışmayacağıq. Elə futbol haqqında danışacağıq. Daha doğrusu uşaq futbol klubları haqqında müzakirəmiz olacaq və bugün bu mövzunu danışmaq üçün həmsöhbətim Leon Futbol Klubunun mətbuat katibi Rafael İbadovdur. Əgər yay gəlir, bəlkə siz də uşaqlarınıza düşünürsünüz ki, bəlkə bu uşağı mən futbol məktəbinə yazdırım. Niyə də yox? Onda fürsətdir. Bu mövzu ilə bağlı suallarınız yaranarsa bizə yaza və ya zəng edə bilərsiniz. Zəng etmək üçün telefon nömrəmiz 012 404 1122, həmçinin də WhatsApp nömrəsinə yazmaq olar. İşte danışmaq yox, yazmaq istəsəz. WhatsApp nömrəmiz 070 412 90 94. Rafael, necəsiz? Təşəkkür edirəm Nərmin xanım. Mən də bütün dinləyicilərinizi salamlayıram. İnşallah güman edirəm ki, maraqlı bir söhbət alınacaq. Mən əminəm ki, çox faydalı olacaq söhbətimiz. Necə futbol həvəskarısınız özünüz? Təbii ki, ilk öncə, işdən öncə hər halda həvəskar olmuşuq. Yəni futbolla yaşamışıq, futbolun fanatı olmuşuq və elə olub ki, istədiyimiz sahə üzrə də çalışmaq qismət olub, nəsib olub və şükürlər olsun bugün elə həmin sahədə çalışıram. Türkiyə millisindən başqa kimə pərəstiş edirsiniz, azərkeşlik edirsiniz? Açığı bu dünya Avropa çempionatında bir qədər tərəddüdüm var, çünki təzə başlayıb. Mən hal-hazırda təbii ki, hamımızın favoriti Türkiyədir, qardaş Türkiyədir, amma bilirsiniz, biraz mən... Bir də ikinci dərəcəli olur da, kimlərsə ki, onlara da azərkeşlik edirik. Təbii ki, onlar da şəxsən mən, məsəl üçün, turnir əsnasında elə komandaları özüm üçün seçirəm hər zaman. Çünki kimsə bir motivasiya göstərir, hər hansı bir geri dönüş edir, sanki elə bir rəğbət qazanır. Ondan sonra mən həmin komandanın uğur qazanmağını gözləyirəm. Məsələn, dünən Fransa-Almanya oyununda kim azərkeşlik edirdiniz? Valla, açığı desəm, Almaniyaya azərkeşlik edirdim. Avtogolda pis oldunuz? Bəli, təbii ki, pis oldum. Mən güman edirdim ki, Almaniya rahatlıq qələbə qazanacaq, amma görünür futbolda yəni fikirləşdiyimiz hər zaman olmur və Fransa qalib gəldi. Hələ ki belədir vəziyyət. İndi görək sonra necə olacaq. Bugün isə istəyirəm ki, bizim öz uşaq futbol klublarının vəziyyəti haqqında danışaq. Necədir vəziyyət? Ümumilikdə vallah mən o barədə, yəni ki, bütün klublar adından bir mülahizə yürüdə bilmərəm. Təbii ki, hər birinin daxili məsələlərində, yəni daxili işlərində nələrin baş verdiyindən o qədər dərin xəbərim yoxdur, amma öz klubumuz barədə, öz işlərimiz barədə sizə daha təfərrüatı ilə ətraflı məlumat verə bilərəm. Hal-hazırda klubumuzda vəziyyət normaldır. Deməzdim ki, tam olaraq işlərimiz əla gedir, yaxşıdır. Təbii ki, bunun obyektiv, subyektiv səbəbləri var. Yəni, birinci növbədə əsasən pandemiyanın olması bir qədər bizim işlərimizə zərbə vurdu. Müəyyən qruplarımız fəaliyyətini dayandırmalı oldu, məcburi təbii ki. Amma hal-hazırda şükürlər olsun pandemiya ilə bağlı vəziyyət ölkəmizdə yaxşılaşdıqca, yəni bu yəni açılmalara gedildikcə bizdə də yəni idman yəni ki tədbirlərdə inkişaf başlayır, bəli. Bilirsiniz nəyi bilmək istəyirəm? Sizə qeydiyyat neçə yaşdandır? Neçə yaşdan etibarən uşaqlar futbol məktəblərinə, klublarına yazıla bilərlər? Əsasən belə deyim, 4-5 yaşından biz müvafiq bilirik ki, uşaqları futbola yazdırsınlar. Amma bu o demək deyil ki, 4-5 yaş çox balacadır. Təbii, mən elə ona istəyirdim vurğulayım ki, yəni bu o demək deyil ki, sırf 4-5 yaşından elə uşaq gedəcək və ayaq açıb futbol oynamağa başlayacaq. Təbii ki, bu əyləncə formasında, müəyyən oyunlar formasında onun topa alışmaq, futbolu sevmək baxımından, yəni bir neçə il, yəni 6-7 yaşa qədər təxminən bu uşaqlar bu prosesdə iştirak eləməlidirlər. Bunlar üçün həm öyrənmək, həm əylənmək, belə deyib, belə bir tezisi ilə biz bu məşqləri keçiririk. Bu müddət bitdikdən sonra isə artıq təbii ki 7 yaşda, 6-7 yaşında uşaqlar necə ki məktəbə gedib müəyyən qavrama, müəyyən proseslər yeni edir, məktəbdə tədrisi anlayırlar. Eləcə də futbolu, yəni həmin qaydada başa düşürlər, yəni müəyyən tapşırıqları rahat yerinə yetirə bilirlər. Bu qədər. Məsələn, kimsə 4 yaşında bir uşaq gətirdi sizə. Onu necə yoxlayırsınız ki, bu oynaya bilər və ya heç həmin dövrdə xüsusi yoxlanışlar olmur? Sadəcə Təbii ki, yəni bunu desək ki, biz 4 yaşında uşağa yox deyib göndəririk evə, yəni bu düzgün deyil. Əlbəttə ki, uşaq 4 yaşında
yəni belə deyim, seçim üçün, yəni futbol üçün hansısa bir kriteriyaların %100 göründüyü bir yaşda deyil. Yəni onu deyək ki, hə bu 100%. Bəs neçə yaşda görünür? Valla o da bilirsiniz çox belə yəni bir Uşaqdan məsuliyyətli asılı bir olaraq sualdır. dəyişir. Ümumi götürəndə təbii ki, bilmək olur. Yəni o demək deyil ki, təxmini bilmək, amma bilirsiniz bunların hamısının təsir edən amillər var. Yəni əgər bir uşaq elə olur ki, 14 yaşına kimi, 15 yaşına kimi çox qəşəng, yaxşı oynayır, fərqlənir yaşlarından. Sanki o yaşdan sonra bir yəni eniş gedir. Yəni sanki bir durğunluğa düşür, ya yaxud da fiziki cəhətdən, ya ümumiyyətlə inkişafdan qalır. Yox, görürsünüz ki, onunla həmən yaşda, məsələn, bir 3 il öncə həmən uşaqla bir yerdə oynamış hansısa bir uşaq, hansı ki, ondan zəif, gəlir onu keçir. Mən bilirsiniz bu sualı niyə verdim? Bu yaxında tanışlarımdan biri dedi ki, futbol oynamağa gedirdilər. Dedi ki, mən onsuz da filan kəsin elə xarici görünüşünə baxanda başa düşdüm ki, o yaxşı futbol oynaya bilmir. Mən təəccüb etdim ki, necə adamın xarici görünüşünə baxıb müəyyən edirsən ki, o yaxşı futbol oynaya bilir ya bilmir. Sizin işinizdə də belə bir şey var? Mən yenə deyirəm, bəzən yəni belə suallar biraz yəni məsuliyyət tələb eləyir cavab verməyə ki, baxan kimi adama mən deyim ki, bundan futbolçu olacaq ya olmayacaq. Mən açığı deməzdim. Bəlkə məşqçilər bilir. Bilirsiniz xan, yəni bu elə bir prosesdir ki, bu böyük bir əmək sahəsində, yəni bir illər nəticəsində əmələ gəlir də. Yəni bu futbolçunun yetişməsi, bunun tam olaraq bu sistemə uyğunlaşmağı, yəni ilk baxışdan dayanıb demək ki, bundan futbolçu olar, olmaz. Həm də bizim müəyyən misallar da var. Yəqin ki, oxumusunuz, izləmisiniz. Yəni ki, olub ki, hansısa futbolçular harasa gediblər, baxışa onları bəyənməyiblər və elə olub ki, həmən futbolçular dahi futbolçulara çevrilib. Hə, eşitmişik. Yəni, Ronaldo deyəsən, yoxsa Beckham'da da olub belə bir Beckham'da olub o 7 yaşında, ondan sonra Ronaldinho da olub. Yəni bir neçə nümunələr var ki, yanılmalar olur. Yanılmalar ola bilir. Yəni o barədə ki, baxan kimi demək kimin taleyini, yəni bir sözünü həll etmək mən şəxsən düzgün baxmıram, yəni. İndi deyək ki, bir valideyn uşağı götürüb gəlsə ki, sizin yanınıza, nə məsləhət görürsünüz? Bu uşağı futbola yazım, yazmayım? Sizcə bunun bir qabiliyyəti var? Axı valideynə maraqlıdır, o bilmək istəyir ki, uşaq boş yerə getməsin də. Bəlkə bunun heç bir bacarığı yoxdur bu sahədə. Ona necə tövsiyə? Bilirəm, sizin işiniz deyil, məşqçilər daha çox bu sahədə məsləhət verir, amma sizcə onlar necə edir onu, necə müəyyən edir? Ümumiyyətlə biz həm məşqçilərlə də, yəni müəyyən iclaslarda, yəni öz klub daxili toplantılarımızda, görüşlərimizdə müəyyən məsələlər olur ki, müzakirə. Onlardan biri də sizin vurğuladığınız bu məsələdir ki, yəni yeni bir belə deyək, uşaq, məşqə gələn uşağa biz ilk öncə necə yanaşmalıyıq? Bu proses belə olur ki, yəni istər-istəməz bir həvəskar bir yəni ki, uşaq futbola gəlirsə, ilk öncə biz ona bir vaxt verməliyik. Yəni bu birdən-birə bir məşqlə və yaxud da 2 məşqlə bu yəni olmaz, yəni bu iş. Biraz vaxt verilməlidir. Ən azından bir ay bu uşaq məşq eləməlidir, ən azından. Təbii ki, bu məşqlərdən sonra isə onun öz fikri həm uşaqdan bizim məşqçilər fikir yaranır, yəni uşaq barədə fikir yaranır, həm də uşağın özünün də məşqlə bağlı özünün də fikri yaranır. Bəlkə elə olur ki, uşaqlar olur ki, gəlirlər bir müddətdən sonra deyirlər ki, yox, mən karatəyə getmək istəyirəm. Gəlmək istəmirəm futbola. İradə xanım görək nə demək istəyir? İradə xanım, salam. Radionun səsini alın, xahiş edirəm və buyurun. Salam Nərmin xanım, qonağımızı da salamlayıram. Çox sağ olun. Nərmin xanım, sualım belədir ki, deməli mənim oğlumun 5 yaşı var. Biz onun üçün futbol məktəbi axtarırıq. Açıq elə ona görə mənə maraqlı gəldi və sizin qonağınız da dedi ki, 5 yaş uyğundur. Amma mən Əhmədli tərəfdə bir yerlə maraqlandım. Orada mənə dedilər ki, 7 yaşından sonra gətirəsiniz. Birinci sualım bundan bağlıdır ki, niyə 5 yaş, 4 yaş deyildiyi halda 7 yaş? Həm də biz ona artıq gimnastikaya da bir qədər bir neçə ay getmişdi. Bir də sözün açığı, ən çox məni maraqlandıran sual odur ki, mənim qızımın 8 yaşı var, 9 yaşından keçir və o oğlumdan daha çox topa maraqlıdır. O söz var, top çiliyib falan eləyəndə görürəm ki, doğrudan da söz üçün demir. Doğrudan oğlundan daha yaxşı bacarır bu qabiliyyətləri. Hətta atası ilə birlikdə futbol izləyir. Belə məşhurları məndən daha yaxşı tanıyır. Mübahisə eləyirlər ki, nə bilim, bu komanda vuracaq topu ya falan. Bəs qızları necə? Qız uşaqları neçə yaşından gedə bilər? Ümumiyyətlə məktəblərdə qızlar üçün də bölmə varmı, yoxsa eynidirmi? Qızınızın neçə yaşı var İradə xanım? 9 yaşın içindədir. 9 qızın yaşıdır, 5 isə oğlunuz. Allah ikisini də saxlasın. Çox sağ olun suallarınıza görə. İndi isə buyurun cavab verin.
İlk öncə 5 yaşında olan uşaqla bağlı, yəni ki, oğlanın yəni məşqə getməyi, məşq üçün bu yaşı müvafiq olub olmaması ilə bağlı xanım soruşdu. Mən qeyd edeyim ki, niyə görə 5 yaş? Çünki ilk öncə də yəni çıxışımızın əvvəlində biz qeyd elədik ki, 5 yaş burada hələ uşaq topa alışır, topa öyrəşir, müəyyən əyləncəli oyunlar, müəyyən belə aktivitetlər, belə sırf bu formada uşaqların futbola həvəsini yaratmaq belə deyim mərhələsidir bu. Burada ona görə biz ciddi məşqlərdən söhbət getmir. 7 yaşdan sonra isə heç 7 yaşında da biz yəni deyə bilmərik ki, ciddi bir nəsə bir fiziki falan bir məşq veririk. Bunlar hamısı təbii ki, əyləncə üzərində qurulur. 7, 8, 9, 14, 13, 14 yaşında artıq biz bir qədər, yəni sırf futbolla, əgər futbol adına danışırıqsa, ciddi məşqlərdən, yəni danışmaq olar artıq ilkin mərhələsində, yəni yeniyetməlik dövründə. Neçə yaşdan sonra uşağı gətirmək artıq gecdir? O da bir qədər, yəni ki, mübahisəli bir yəni cavab olacaq. Çünki məsələn biz əgər sırf öz misalımız olaraq deyimsə, məsələn Azərbaycan məşhur futbolçusu Anatoliy Banişevski ilə bağlı mən o gün bir məqalə oxudum. Orada qeyd edilirdi ki, Banişevski 12-13 yaşında təsadüfən bir məşqçi onu həyətdə oynayarkən görüb və ilk baxışdan xoşuna gəlib və onu çağırıb, bir sözlə bu qaydada o futbola gəlib və ölkədə ən məşhur tarixi bir futbolçumuza çevrilib. Yəni bilirsiniz, amma müasir dövrdə isə artıq 12-13 yaşında kimisə, yəni biz futbola gəlişini gec bilirik. Yəni təbii ki, bu tək Azərbaycanda deyil, beynəlxalq yəni aləmdə belə ki, 12-13 gecdir. Bir də üzr istəyirəm, xanım o 8-9 yaşındakı qızla bağlı soruşmuşdu. Orada da bir müddət öncə, yəni təxminən bir 3-4 il əvvəl AFFA tərəfindən çoxlu bu uşaq liqaları, yəni qızlar arasında liqaları təşkil eləmişdilər. Təbii ki, pandemiyaya görə müəyyən fasilələr yarandı. Güman edirəm ki, pandemiya artıq bitir və xanım federasiyanın o keçirdiyi liqalarla bağlı maraqlana bilər. Yəqin ki, müvafiq komandalar var, onlar hansı ki qəbul elan edirlər və müraciət edə bilərlər. Bizdə də yəni əgər istəsə, yəni bizim komandalarda da yəni qızları da qəbul eləyirik. Yəni var, belə misallarımız da var. Bir neçə qız futbolçumuz da olub. Hətta bizim AFFA tərəfindən keçirilən uşaq liqalarında təmsil edən komandalarımızdan birinin baş məşqçisi də qız olub. Məşqçilərimiz də qızlardan olub. Yəni belə bir təcrübəmiz də var. Xanım məşqçilər var hal-hazırda. Bəli, var. Məsələn, kimisə valideyni gəlib demir, mən istəyirəm mənim oğlumdan kişi məşqçi məşğul olsun. Qadınlar yaxşı futbol oynaya bilmir. Belə olur? Yox, əslində nəyə görə? Çünki fərq etməz, əgər məşqçi peşəkardsa, yəni təhsili falan hər şey qaydasında gəlib biz onu belə deyə qəbul eləmişik və işini peşəkar görürsə, cavabdehliyi daşıyırıq. Təbii ki, uşaq da yəni bizə aid, yəni biz cavabdehli idisə, onun valideynin o işə qarışmağına bir qədər mən düz baxmazdım. Təbii ki, bu günə qədər belə bir praktikamız olmayıb ki, kimsə siz deyən kimi gəlsin desin ki, mən istəmirəm belə bir şey, yəni olmayıb belə bir şey. Deməli, sizə gələn uşaqların valideynləri yaxşı insanlardılar. Biz uşaq futbol məktəblərindən danışırıq və mövzunu müzakirə edirik. Leon Futbol Klubunun mətbuat katibi Rafael İbadovla. Mövzu ilə bağlı suallarınız varsa 012 404 1122 telefon nömrəsinin əlaqə saxlaya bilərsiniz. Bu mövzu ilə bağlı bütün sualları bizə ünvanlaya bilərsiniz. Uşaq əgər futbol məktəbinə yazdırmaq istəyirsinizsə, hansı məsələ və ya bəlkə də indi futbola gedir, düşünürsə ki, çıxartmayım, yaxşı nəticədir və ya yaxşı nəticə olub-olmadığını necə yoxlamaq olar? Hər halda sizin şəxsi təcrübənizdə nə suallar yaranırsa, bizə zəng edin. Bir daha deyirəm, 012 404 1122. Bu telefon nömrəmizdir. Həmçinin WhatsApp-a yaza bilərsiniz. Danışmaq alınmırsa, yaza da bilərsiniz. WhatsApp nömrəmiz 070 412 90 94. İş haqqında işini bilənlər danışır. İdarə etmənin əsaslarını dinləyirsiniz. İndi isə Fərid danışacaq. Onun bizə sualı var. Fərid zəng edib. Bəli, Fərid. Salam Nərmə xanım, sizə və qonağınızı salamlayıram. Çox sağ olun. Bir sualım olacaqdı qonağınıza. Məsəl üçün görürük ki, dünyada küçə futbolundan çıxmış ulduzlar var və adi qonşu Türkiyədə belə bu küçə futbolundan çıxan futbolçular var, məşhur futbolçular. Bəs bizdə necə küçə futbolunun inkişafı biraz zəif qalır və buradan seçimlər aparılırmı həmin futbol məktəblərinə? Bu barədə soruşmaq istəyirdim. Aydındır. Rafael, aydın oldu sizə? Bəli, sual aydın oldu. Təşəkkür edirəm suala görə də. Əslində çox yaxşı sualdır. Uşaq futbolunun ümumiyyətlə təməllərindən, yəni
biri də elə sırf məhəllə futboludur, küçə futboludur. Mən də təəssüf eləyərək qeyd edeyim ki, son illərdə Azərbaycanda, Bakıda xüsusən də uşaq futbolunun sırf bu küçə futbolu ilə bağlı olan, yəni bu araşdırmalar, ümumiyyətlə bu axtarma, onların seleksiya işləri qənaətbəxş deyil. Onun da obyektiv, yenə deyirəm, subyektiv səbəbləri var. Birinci səbəb odur ki, ümumiyyətlə hər tərəfdə tikinti işləri aparılır. Bütün həyətlər falan indi Küçədə hamımız futbol görürük. oynayanlar azalıb. Azalıb, Uşaqlar bəli, yoxdur. bəli. Ona görə ki, heç bir yer qalmayıb, hər yerdə müəyyən o meydançaların yerində başqa yerlər tikirlər. Bunlar hamısı təsir eləyir təbii ki, və yaxud da ki, məktəblərin məsəl üçün həyətlərində olan meydançalar bəziləri ödənişlidir. Onlar uşaqlar orada əvvəl əgər deyək ki, pulsuz gedib oynayırdılarsa, belə deyək, artıq bu mümkün deyil. Müəyyən belə problemlər sırf uşaq futbolunun, küçə futbolundan cəlb olunan hissəsini də belə deyim də o Əslində baxın, çox mane adi bir olur. şey görünürdü ki, uşaqların küçədə Bəli. futbol oynamaq. Biz həmişə bunu öyrəşmişdik. Amma indi doğrudan da belə diqqət edəndə baxırsan ki, xeyli azalıb və gözümüzə çox az sayda dəyir və bu belə peşəkar futbola təsir edir. təbii. Bir şey də soruşmaq istəyirdim. Siz olurmu ki, məsələn, öz uşaqlarınız arasında məşq edirlər və sizdə məşqçilərdən kimsə deyir ki, bax bu uşaq gələcəyin Messisi olacaq. Əlbəttə elə bir proqnozlar verən məşqçilər olur elə şeylər. Bir aktivlik göstərən uşaq hansısa bir fintləri, hansısa bir hərəkətləri ürəklə yerinə yetirir və yaxud da o hiss elətdirir onu. Amma bir an öncə qeyd eləmişdim ki, yəni bu proses 1 ilin, 2 ilin içində olan bir şey deyil. Yəni yenə deyirəm, o uşaq həmən ərəfədə 1 il, 2 il, 3 il, 5 il çox belə, yəni yaxşı oynaya bilər, özünü göstərə bilər, amma bir müddətdən sonra o enişə düşə bilər və itə bilir. Sadəcə Görəsən nə baş gerilir. verir? Sadəcə psixoloji baxımdan da ya həvəsi Çox. qalmır artıq buna. Orada bilirsiniz, bu məsələ ümumiyyətlə çox burada dərin məsələ. Məsələn, mən öz mülahizələrimi deyim, məsələn, öz izlədiyim, yəni təcrübəmdən deyim. Burada olur uşağın sırf yeniyetməlik dövründə olan müəyyən məsələlər, o sırf belə deyək, o məsələlər olur. Sonra təhsillə bağlı məsələlər olur. Uşaqları müəllim yanına falan qoyurlar. Daha çox. Daha çox təhsil almağına yönəldirlər və o təbii ki, futbolda başlayır axsamağa. Beləliklə də mövqeyini itirmiş olur. Yəni əsas səbəbləri bunu görürəm. Ondan başqa bu smartfonlar, müəyyən bu oyunlar, kompüterlər falan filan, bu uşaq böyüdükcə marağı daha çox bu işlərə, bu sahəyə biraz evdə deyək ki, müəyyən boşluq yaranırsa və yaxud da ki, ümumiyyətlə bir hal-hazırdakı trenddir də, hər kəs bu işlə məşğul olur, hər kəs sosial şəbəkələr falan maraq yaranırsa, o da onun iş fəaliyyətinə, yəni ki, sırf futboldakı fəaliyyətinə böyük təsirini göstərir. Və beləliklə bu geriləmə yəni normal qaydada, yəni bu işlərə görə bu geriləmənin olmağı da normaldır. Bunların hamısının qarşısını alsalar və yaxud da onun diqqətini sırf futbola yönəltsələr, uşaqlıqdan dediyimiz həmən o uşağın sırf genetik, yenə deyirəm də, o tərəfini demirəm, sırf genetik birinci növbədədir. O tərəfi də normaldırsa, Doğrudan genetik faktorlar önəmlidir. müəyyən qədər önəmlidir. Məsələn, bəli. babası yaxşı futbol oynayıbsa, bu uşaqda özünü göstərə bilər. Bilirsiniz, bu sualın da bir çox cavabları var əslində. Birini deyin. İndi elə cavablardır ki, mən yəni efirdə hər bir cavabı da səsləndirmək olmur. Elədirsə yo deməyin. Yəni ki, o yəni belə bir şey deyil, təbii ki, etik bir şeydir. Yəni demək istəyirlər ki, hərdən deyirlər belə suala cavab ki, deyirlər ki, insan at deyil ki, genetik. Yəni ata baxırlar ki, onun atasının məsəl üçün də bu atın Yox, atası. siz ümumiyyətlə Biz onu deyə müşahidələrinizə bilmərik görə. uşağa. Yox, yəni uşağın, yəni sırf o misal olaraq mən çəkdim Aydındır. ki, yəni o at kimi deyil ki, biz deyək atası bunun yaxşı at olubsa, bunun uşaqda, yəni insanda belə bir şey yoxdur. Müəyyən qədər var təbii ki, amma yəni elə bir şey yoxdur. Kiminsə əgər babası yaxşı futbolçu olubsa, bunun nəvəsi də yaxşı futbolçu olacaq deyiləcək bir şey yoxdur. Aydındır. Uşaq futbol klublarının fəaliyyətindən danışırıq. Mövzu ilə bağlı suallarınız varsa bizə yaza bilərsiniz. İşte danışmaq yox, yazmaq istəsəz. WhatsApp nömrəmiz 070 412 90 94. İşimizə qarışmaq istəyirsinizsə, çəkinməyin, zəng vurun. 404 11 22. Rafael, bir uşaq futbol klubunda neçə işçi olur? Kimlər olur? Məsələn, məşqçilər bildiyi, başqa? Bizim Lyon futbol klubundan təbii ki, mən danışım. Bizdə mətbuatla bağlı işdir, təbii ki, bizim işimiz var. Klubun təsisçiləri, yəni idarə edici şəxsləri, yəni bunlar
var, məşqçi heyətimiz var, həkimimiz var, administratorumuz var. Və salam, yəni belə deyim, Əsas böyük heyət bir bunlardır. kollektivimiz, böyük bir kollektivə sahib deyil. Ümumiyyətlə bir futbol klubunun yenə deyirəm, yəni fəaliyyətində nə qədər komandası varsa, təxminən onun o komandaların belə deyim idarə edilməsi üçün, o komandaların məşq keçməsi üçün müəyyən o işləri həyata keçirmək üçün sayılı bir işçi heyəti tələb olunur. Yəni bu böyük bir heyətə ehtiyac qalmır. Zümrüd xanım yazıb soruşur ki, bir uşağın aylıq ödənişi nə qədərdir? Bəli, bizim klub bildiyiniz kimi özəl klubdur. Özəl klub olduğu üçün bütün xərcləri də özümüz qarşılayırıq və aylıq ödənişimiz 70 manatdır. Bura neçə məşq daxil olur? Bura bir aylıq, bir ay ərzində. Həftədə bir neçə dəfə, 3 dəfə gəlirlər. Həftədə 3 dəfə olmaqla bir ay ərzində məşq daxildir və Qiymət də 70 manat. 70 manatdır, bəli. Yay ərzində məncə yaxşı dəyərləndirmək olar. Uşaqlar üçün qoy fiziki aktiv olsunlar Təbii biraz. ki, təbii ki. Niyə bax sizcə başqa idman növünə yox, uşağı məhz futbola yazdırmaq lazımdır? Bir PR-ın aparın da futbolu. Hə. Niyə sizcə? Siz bayaqdan mənim çətin vəziyyətlərə salırsınız, yəni suallarınızdan. Niyə? Əslində yəni çox maraqlı, dolğun və bir qədər də birbaşa suallar verirsiniz, yəni biraz mənim İşimiz üçün budur, təbii işimiz ki, budur. Biraz mən də o biraz özümdə yəni fikirləşmək üçün də vaxt qalmır, təbii ki, canlı efirdə. İstəyirsiniz mahnı dinləyək, siz bu sual düşünün. İstəyirsiniz? Əgər bir pauza verə biləriksə verək. Yaxşı. Biz indi bir yaxşı mahnı dinləyirik. Sonra isə siz biləcəksiniz ki, niyə uşağı başqa idman növünə yox, məhz futbola yazdırmaq lazımdır. Çox da uzağa getməyin, qayıdırıq. Qala bilmərəm onsuz ağlayıb, gülmərəm onsuz. Canımı da verərəm amma ki ölmərəm onsuz. Qala bilmərəm onsuz ağlayıb, gülmərəm onsuz. Canımı da verərəm amma ki ölmərəm onsuz. Boş küçələr məni çox tanışdı. Boş künclərə sıxılıb danışdım. Özümlə çox, lap çox danışdım. Dinmərəm, susmaram onsuz. Mərhələlərdən, hər cür tələlərdən gəl birgə keçək biz, güvən tut əlimdən. Zəlzələlərdən, tufan küləklərdən qorxma, hamısın səninlə dəf edərəm. Bulud olub çəkilərəm dağlara, uca zirvələrdə səni axtaram. Düşməz gözümdən daha damlalar, mən yağmaram, dolmaram onsuz. Qışı gözlərəm, dözərəm şaxtaya, donmaram onsuz, donmaram onsuz. Çəkilərəm balaca bir daxmaya, heç kimi buraxmaram onsuz. Mərhələlərdən, hər cür tələlərdən gəl birgə keçək biz, güvən tut əlimdən. Zəlzələlərdən, tufan küləklərdən qorxma, hamısın səninlə dəf edərəm. Nərmin Aşurzadə ilə İdarəetmənin əsasları.
davam edirik və söhbətimiz isə Leon Futbol Klubunun mətbuat katibi Rafael İbadovdur. Hansı ki, suallarıma üsyan edir ki, çox sərt suallar verirsiniz. Amma reallıqdır. Niyə? Bax, yaydır. Uşağın 3 ay yay tətili var. Niyə onu başqa idman növünə yox, aparıb futbol məktəbinə yazdırmaq lazımdır? Nə üçün? Sualınıza cavab olaraq ilk öncə deyim ki, ümumiyyətlə futbol belə bir idman növü kimi idman şahıs adlandırılır. Mən futbolun PR-ını aparıram. Təbii ki, mənlə yəni razılaşacaqsınız ki, mənim məqsədim, fikrim, yəni hal-hazırda tamaşaçıların, yəni izləyiciləri sırf futbola cəlb eləməkdir. Təbii ki, Leona cəlb eləməkdir. Bunu da əsaslandırmalıyam. Əsaslandırırım ona görə ki, yenə deyirəm, futbol hal-hazırda görürsünüz Euro 2020, yəni ki, baş tutub gedir və bütün dünyanın maraq dairəsindədir. Deməli, futbol sevilir. Deməli, futbol sevilirsə, təbii ki, futbola gedənlərin də sayı çoxalır və onu dəstəkləyənlər, orada məşğul olmaq istəyənlər də çox olacaq. Bu bir səbəb. İkinci səbəbi, futbolda, belə deyim, mən güman edirəm ki, ilkin olaraq məşqlərdə iştirak eləmək özəl bir çətinlik tələb, yəni çətinlik yoxdur. Yəni uşağın orada zədə alma riski müəyyən bir daha azdır. Azdır. Yəni hal belə deyək də ilk olaraq getdiyi o öyrənmə mərhələsi üçün deyək ki, yəni həvəskar qrupları belə götürək, təməl qruplarından elə bir riski azdır. Yəni elə idman növləri var ki, elə ilk gündən riskin altındadır. Yəni orada variant yoxdur. Həm də düşünürəm ki, bir üstünlüyü də odur ki, məsələn, komanda oyunudur. Uşaq komandada necə davranmaq lazımdır, onu öyrənir. Müasir gələcəkdə iş həyatında da bu çox kömək olur. Bir çox insan var ki, kollektivə düşür, işinin də peşəkarıdır, amma orada vəziyyətdən çıxa bilmir, yaxşı işləyə bilmir. Çünki kollektivlə ünsiyyət qura bilmir, bilmir düzgün necə, komanda necə olmaq olar, o anlayış yoxdur. Bu çox əsas fəlsəfəsi məncə futbola çox yaxın olmayan bir insan olaraq məncə futbolun həm də əsas fəlsəfəsi budur. Mən sizin fikrinizi tam tutdum, yəni nə demək istədiyinizi düz deyirsiniz. Əslində futbol həm də uşaqlara bir tərbiyə verir. Bəli, birlik, ictimai bir şey. Sonra yəni, gələcəkdə yaxşı pul qazandıra bilərmi bu sahə? Onu mən əvvəldən istədim deyəm, amma sadəcə əvvəldən desəydim, deyəcəkdilər ki, sırf pula görə danışırsınız. Yox, o da var. Təbii ki, ən gəlirli idman növüdür. Yəni özünüz bilirsiniz ki, hal-hazırda futbolçuların dəyəri, qiyməti nə dərəcədə həm meydançada, həm meydançadan kənarda sima kimi. Məsələn, bir ulduz hansısa şirəni və ya nəyisə su kənara qoyursa, o brendin dərhal qazancı aşağı düşür. Yəni ki, çoxlar üçün aydın oldu ki, söhbət hansı brenddən gedir. Hətta həmin brend 4 milyard dollar pul da itirdi ki, bir ulduz o suya sərt reaksiya verdi və nəticədə belə oldu. Ona görə uşağı bu futbol növünə yazdırmaq olar. Təbii ki. Deməli, o həmən dediyiniz ulduzlar da sırf futbolun reklamını aparan insanlardır. Və nə qədər ki, belə ulduzlar, nə qədər ki, futbol seviləcək, o qədər də futbola gedən insanlar çox olacaq. Akif soruşur ki, qəbul şərtləri hansıdır? Qəbul şərtlərimiz sırf uşağın 5 yaşından, yəni balaca olmasın, 4-5 yaş təbii ki. Boyu, çəkisi. Sağlamlıq haqqında arayış. Bu da önəmlidir təbii ki. Boyun çəkisi bilirsiniz, belə bir kriteriya əslində yoxdur, amma ümumi götürəndə olur da biraz uşaq görürsüz ki, biraz arı olur, biraz topuş olur indi. Bu normaldır. Yəni belə olur, qəbul edirik. Müəyyən müddətdən sonra müəyyənləşir ki, artıq nə etmək olar bu uşaq. Yeri gəlmişkən topuş uşaqları bəzən idmana həm də ona görə yazdırırlar ki, biraz arıqlasın. Bu baxımdan da futbol kömək olur yəqin ki. Təbii ki, kömək olur. Uşaq aktiv olur, qaçır, hərəkətlər edir və bunlar hamısı onun ümumi enerji itirməyinə gətirib çıxardır. Məktəblərlə əməkdaşlıq edirsinizmi? Bir dinləyici soruşur. Orta məktəblərdən belə bir fikrimiz, layihəmiz olmayıb, amma güman edirəm ki, siz bu ideyanı elə burada yəni eşitdim, maraqlıdır, rəhbərliyin diqqətinə çatdıraram. Görürsüz, bayaqdan amma etiraz edirsiniz ki, niyə belə suallar verirsiniz? Köməyimiz dəyər sizə hətta. Təşəkkür edirəm. Bir məsələ də var ki, futbol meydançası, uşaqlar üçün olan futbol meydançası nə qədər fərqlənir digər meydançadan? Nə ilə? Ölçülərinə görə fərqlənir əsasən, yəni ilk öncə. Qapının, orada olan qapıların ölçüləri təbii ki, fərqlənir. Böyük qapılar, böyük stadionda, yəni standart ölçüdə olan stadionda standart qapılar olur. Yaş hədləri üzrə stadionların ölçüləri də fərqlənir hətta. Çünki hər yaşa görə öz müəyyən ölçü var. O ölçü üzərində o stadionda məşq etmək olar. Ramin bizə zəng edib. Görək Ramin nə demək istəyir. Ramin, salam. Eşidirik sizi. Rafael, birinci ilk öncə sizi də salamlayıram. Çox sağ olun. Çox sağ olun. Qonağımızı da salamlayıram Rafael bəy.
Sağ olun. Deməli, mənim bir sualım var. Mənim 2 oğlum ikisi də futbola gedir, məşğul olur. Hal-hazırda ikisi də məşğul olur. Birinin 6 yaşı var, birinin 9 yaşı var. 6 yoxsa Mənə çox 16? Üzr istəyirəm. 6. Altı, Birinin 6'dır, Aha. bəli, birində 9 yaşı var. Aydındır. Mənə çox maraqlıdır. Bu ümumiyyətlə indi Lyon klubudur deyənə bu Rafael bəyə sual verirəm. Bu bir bəlli bir yaş həddi varmı ki, yəni o uşaq məsələn bu aylıq məvazibdən gedir söhbət. Yəni onu məsələn yaxşı oynadığına görə onu keçirdilər məsələn futbolda. Ya bu uşaq lazımlı futbol olur, futbolist olur deyənə onu keçirdilər məsələn o məşqlərinə görə, oyununa görə. Yəni belə bir şey varmı? Aydındır sualınız. Buyurun Rafael. Bəli. Yaxşı sualdır bu da. Elə mən istəyirdim əslində söhbət əsnasında bu məsələyə toxunum. Sadəcə söhbətimiz o qədər yəni gərgin, qızğın getdi ki, biz bəzi məsələlər yadımdan çıxdı. Şükür ki vaxtımız var. Yəni o elə tamaşaçılar da, belə dinləyicilər də var ki, yadımıza salırlar. Bizdə belədir ki, uşaq məşqə gəlir. İlkin olaraq təməl qrupda başlayır məşq etməyə və bizim ayrıca belə deyim də o seçim əsasında yığdığımız pulsuz əsnasında, yəni yığdığımız qruplar da var ki, onlar AFFA tərəfindən keçirilən aşağı yaş qrupu üzrə liqalarda çıxış eləyirlər. Lyonu təmsil eləyirlər. Yəni sırf həmən komandalara cəlb olunan uşaqlar heç bir ödəniş ödəmirlər kluba. Hətta onların ümumiyyətlə çempionatda çıxışları, bu gedişi, gəlişi, müəyyən geyimlər falan, hər bir şey klub tərəfindən qarşılanır hətta. Bunlar hamısı yəni bizim bəli. Sırf burada vurğuladı ki, yəni bu necə olur? Yəni uşaq əgər bir müddət məşq eləyirsə, yaxşı fərqlənirsə necə olur? Bəli, belə olur. Biz həmən uşaqları müvafiq yaş qrupları üzrə komandalara, yəni əsas komandalara, hansılar ki, AFFA-nın keçirtdiyi liqalarda çıxış edirlər, ora qəbul edirik, ora cəlb edirik və onlar orada artıq pulsuz əsasda davam edirlər. Çox yaxşı təşəbbüsdür. Yəni ki, bundan faydalanırlar bir çox insanlarda. Bir sual da var ki, xarici ölkələrdən mütəxəssislər dəvət edirsinizmi? Məsələn, Türkiyə təcrübəsindən filan yararlanırsınız? Yoxsa ancaq yerli məşqçilər? Bunlar hamısı yəni klubun büdcəsindən asılı olan məsələlərdir. Yəni bilirsiniz, bir klubun sırf bir komandasının hər hansı bir liqada çıxışı bəlli bir məbləğ, belə deyim də, büdcə əsasında formalaşır. Çünki bu bir il ərzində biz bunu hesablayırıq ki, bu nə qədər gedəcək, gələcək, hansısa geyim əşyalar, hardasa yemək falan, məşqlərin keçirdiyi stadionların icarələri. Bir sözlə, orada irili xırdalı yadından çıxa bilən bəzi xərclər də var. Yəni məşqçilərin əmək haqqları, orada digər məsələlər, inventarlar və s. Yəni bütün bu proseslər yəni olması üçün klubun gəliri olmalıdır ilk öncə. Yəni sırf Azərbaycan şəraitindən danışırıqsa, bizim hal-hazırda reallıqda klublarımızın yəni gəliri sırf uşaq futboludur əsas götürək, əsasən uşaq futbolunda demək olar yox səviyyəsindədir. Əsas peşəkar klublarda da deməzdim ki, vəziyyət yaxşıdır. Çünki yenə deyirəm, klubu sponsoru olur və klubun özünə maliyyə dayaqları tapır. Bizdə özünə maliyyə dayağı tapma məsələsində böyük problemlər var. Yəni illərdir. Ancaq şəxsi gəlir də yəqin ki, təbii ki, büdcə formalaşır. burada əgər biz ödənişli qrup yaradırıqsa, həmən ödənişli qrupdan olan məbləği yönəldirik digər ödənişsiz olan o belə deyim də gələcəyinə güvəndiyimiz qrupun inkişafına. Rafael bəy, baxın, bir orta statistik bir uşaq futbol klubunun büdcəsi təxminən nə qədər olmalıdır? İndi bilirəm, dəqiq rəqəmlər deyə bilməyəcəksiniz, amma təxminən. Vallahi, Yəni söhbət hansı rəqəmdən? 50 min, 100 min? yox, yəni Daha az, daha çox. bir qədər, yəni əgər belə deyim də, yəni, klubun bilirsiniz, yəni bir kriteriyaları yoxdur da bu uşaq futbolunda klubun. Məsələn, klub var ki, uşaq futbol klubunda onun 5 yaş qrupu üzrə komandası var. Klub var, yenə deyirəm, uşaq futbol klubudur, amma 1 yaş qrupunda komandası var. Yəni bunun yəni xərclərini eyniləşdirmək bu mümkün deyil də. Bu bir komanda əgər xərcləyirsə, bu 5 komanda üçün xərcləyir. Yəni ortalamasını demək olmur. Yəni amma ümumi götürəndə əgər biz normal belə deyək, peşəkar bir uşaq futbol klubunu nəzərdə tuturuqsa, yəni bu məncə bir 150 min, 200 min civarındadır illik. Bəs böyük şirkətlər nə qədər maraqlıdır sponsor olmaqda? Belə praktika olub bizdə. Yəni bir neçə şirkətlə əməkdaşlıq eləmişik və hal-hazırda da var, eləyirik. Müəyyən danışıqlar gedir bəzi məsələlərlə bağlı, yəni
ki, sponsorluq məsələləri ortadadır. Amma deyim ki, yəni böyük bir maraq var. Canfəşanlıq Xeyr, göstərmirlər. xeyr. Yəni hətta biz özümüz müəyyən bir paketlər, müəyyən bir təkliflər veririk ki, həm belə deyək, ölkə futboluna dəstək olmaq üçün, həm ümumiyyətlə yəni bu şirkətlərin futbola cəlb etmək üçün bəzən hətta özümüz onların qapısına gedirik. Amma mən güman edirəm ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, yaxşı olacaq. Ümid edirik biz də. Bir sualım da var. Uşaqlarla, məktəbin uşaqları ilə hansısa çempionatlar, yarışlar keçirilirmi ölkə daxilində və ya xaricdə? Pandemiyadan öncə Lyonun 4 yaş qrupu üzrə komandaları, yəni ölkədə keçirilən liqalarda çıxış eləyirdilər. Pandemiyada məlum məsələ idi ki, hər şey fəaliyyətini dayandırdı. Hal-hazırda bir aydır ki, yenidən toparlanmışıq, yenidən məşqlərimizi başlamışıq, komandalarımızı formalaşdırmağa başlamışıq. Güman edirəm ki, pandemiyanın bu vurduğu zərbəni deyək də, yəni dəf edərik. Yəni bir müddət bizə lazımdır ki, ayaq üstə qalxaq, yəni komandalarımızı yenidən formalaşdıraq, itkilərimizi geri qaytaraq və inşallah güman edirəm ki, ən azından əgər gələn mövsümdə çempionatlar başlasa, yəni yenə də Lyon ən azından 2-3 yaş qrupu üzrə yəni mübarizəyə başlayacaq. Tək ki, yaxşı keçsin hər şey. Bir də soruşmaq istəyirdim ki, sizcə sizin yetişdirdiyiniz uşaqlarla Azərbaycanın gələcək futbol tarixi necə olacaq? Bu elə bilirsiniz necə, mənə görə çox biraz çətin sualdır, yəni açığı deyim sizə. Siz bayaq onsuz da bütün suallarıma çətin idiniz. Siz çox yəni ciddi hazırlaşmısınız bu və siz gəlirsiniz əlbəttə. Təşəkkür edirəm, qarşılıqlıdır. Amma biraz sualınız mənə yəni sırf Yəni həvəslidirmi uşaqlar futbola? Həvəslidirlər, əlbəttə ki, həvəslidirlər. Bütün uşaqlar həvəslidir. Bu dəqiqə gedin istənilən bir həyətə, istənilən bir ailəyə evə, uşaqların hansından soruşur ki, futbol oynamaq istəyirsən, deyəcək hə. Amma gəlin görək o uşaqların o həvəsinə qatqıda bulunan, yəni kömək edən valideynlər nə qədərdir? Heç yarısı qədər də deyil. Yox, niyə elə deyirsiniz? Kömək edirlər axı. Atalar, mən aydındır da, yəni ki, hamısı işdə gücdə olur. Anaların müəyyən bir hissəsi ya indi evdar xanımdırsa, uşaqlara vaxt ayırır, o məşqə falan aparıb gətirməyə vaxtı olmur. Yəni müəyyən bu maneələr çoxdur bizdə. Bu maneələr az olsa, təbii hamı gətirər futbol uşağını və həm sağlamlıq üçün ən azından. İndi qalan ikinci məsələ ki, həm istəyər ki, uşağı böyük futbolçu olsun, yəni yaxşı pul qazansın, nə bilim, məşhur olsun. Amma bu maneələr odur ki, insanların başı qarışır işə, gücə. Onda bax, fürsətdir, valideynlərə müraciət edin. Uşaqlarını futbol məktəbinə yazdıran valideynlər nəyə fikir verməlidirlər birinci? Necə araşdırmalıdırlar? Hansı məktəb uşağı yazdırmaq lazımdır? Və nə tövsiyələriniz varsa buyurun. Mən təbii ki, Lyonu təmsil elədiyimə görə elə ilk məsləhətim olar ki, uşaqlarını gətirib bizə etibar eləsinlər, bizim kluba yazdırsınlar. Həm də sizə təşəkkür edirəm ki, sırf radio vasitəsilə belə bir fürsət yaratmısınız ki, biz də öz fəaliyyətimizi yəni belə təqdim edirik. Yəni dəvət eləyirəm, məsələn, gəlin bizə. Nəyə görə biz onu da deyim, çünki bizdə Avropa məşq proqramları əsasında bu təlimlər keçirilir. Məşqçilərimiz AFFA-nın və UEFA-nın müvafiq məşqçi kateqoriyalarına sahib məşqçilərdir, yəni peşəkar məşqçilərdir. Deməli, valideynlər diqqət etməlidir, məşqçilər kimlər keçirir, hansı səviyyədə proqramlar falan. Bəli, meydançamız, yəni Tofiq Bəhramovun Respublika stadionunun ətrafında yəni yerləşir. Yəni meydançanın da önəmi var ki, yəni təmiz olmalıdır, yəni yaxşı keyfiyyətli olmalıdır ki, uşaqlar məşq etdiyi zaman müəyyən çətinlik yaranmasın. Ondan başqa, yəni klubun ümumiyyətlə iş prinsipinə bir fikir vermək lazımdır ki, bunlar fikirləri, məqsədləri nədir və o ümumiyyətlə inkişaf metodikası orada necədir? Yəni bir klubda mən məsəl üçün uşağı aparıb bir müddət məşq etdikdən sonra buna yəni ikinci mərhələdə klub nə vəd edir? Yəni bunu elə sadəcə məşq edəcək ömür boyu, yəni. Hə, bir də o var. Gələcək üçün nə vəd edir? Təbii ki, ona görə baxmaq lazımdır ki, istənilən, yəni arzu olunandır ki, o klubun yəni aşağı yaş qrupu üzrə liqalarda komandaları olsun ki, ən azından bu uşaqlar da bu hazırlıq təməl qruplarında yetişəndən sonra bir şans qazansınlar ki, sırf özlərini göstərmək üçün sırf həmən komandalarda çıxış eləsinlər. Bu kriteriyalara fikir vermək lazımdır.
Təşəkkür edirəm. Bəlkə hər hansısa bir demək istədiyiniz məsələ qaldı, mən soruşmadım. Mən də sizə təşəkkür edirəm. Yəni çox maraqlı oldu mənim üçün də. Verilişinizə də uğurlar arzulayıram. Bütün dinləyicilərə də çox sağ ol deyirəm. Bir daha futbolla məşğul olmaq istəyən insanları, ataları, anaları dəvət edirəm. Uşaqlarını gətirsinlər, Lyon Futbol Klubuna yazdırsınlar. Çox sağ olun. Bizə Sağ təşəkkür olun. edirik gəldiyiniz üçün. Bugün biz danışdıq uşaq futbol məktəbləri haqqında. Yay tətilləri başlayır. Əgər siz də uşaqlarınızı idmana yazdırmaq istəyirsinizsə, istədik ki, sizə də bir seçim olsun. Biləsiniz ki, nə var, nə yox, hara yazdırmaq olar, necə etmək olar. Ümid edirəm ki, faydalı ola bildik. Bugünə bu qədər. Söhbəti yekunlaşdırırıq. Sabah isə yenə səhər saat 11-də başqa bir mövzu ilə gələcəm qarşınıza. Yaxşı olar ki, bizə qulaq asasınız.